Salam əziz tamaşaçılarımız, Freeline-ın növbəti buraxılışı ilə qarşınızdayıq. Bugünkü mövzumuz ictimai qınaq olacaq. Daha dəqiq desək, ictimai qınağın cəmiyyətə müsbət və mənfi cəhətlərini bir yerdə müzakirə edəcəyik. Gəlin görək gənclərimiz bu haqda nə fikirləşir. Salam, zəhmət olmasa özünüzü təqdim edin. Ənvər, Rüfət. Şad olduq. Bugünkü mövzumuz ictimai qınaqdır. Gənclərə ictimai qınaq necə təsir edir? Pis təsir eləyir. Ümumiyyətlə olmasa yaxşı olar məncə, yəni belə. Bəs sizcə gənclərimiz indi ümumiyyətlə hansı mövzularda qınanır? Giyə bilmədiyi paltarlar və aksesuarlar. Bəs sizcə? Ümumiyyətlə bilirsiniz, qlobal mövzudur. Yəni çox məsələlər var ki, onlarda qınağa çevrilirlər. Yəni hər bir insan tərəfindən, yəni hər bir mövzu, ümumiyyətlə bizim ölkədə hər bir mövzunu demək olar qınağa çevrilirlər, yəni belə. Yəni bir-iki bəlkə də nəsə bir cüzi bir balaca bir mövzu var ki, onda yəni üstünə getmirlər gənclərin. Belə nəinki gənclərin ümumiyyətlə bizim ölkədə hər bir nəsə iş görürsənsə, ilk öncə o işi sənin yəni başından vururlar, aşağı salırlar səni. Sonra öyrəşəndən sonra, artıq o populyar olandan sonra mövzular, hə, yaxşı eləmişdi, filan kəs onda yaxşı eləmişdi, belə. Sonradan çatdırırlar, yəni müsəlmanın sonradanki sonra beyni, belə. Çox sağ olun. Salam, zəhmət olmasa özünüzü təqdim edin. Ben Remzi, İstanbul'da yaşıyorum. Burada inşaat mühendisi 2. sınıfta okuyorum. Çox şad olduq. Belə bir sualımız var bugün sizə. Gənclərə ictimai qınaq necə təsir edir? Gençlere ictimai kınak, gençler biliyorsunuz gelecek toplumun kurucularındandır. Toplum gençler üzerinde inşa edildiği için gençlere çok dikkat edilmesi lazım. Burada yapılması gereken, mesela yapılan biz kendi gözlerimizle gözlemlediğimiz şeyler, şu an gençlerin dış kıyafetlerine, giyinişlerine mesela çok eleştiri gidiliyor. Misal genç hani sakal bırakamaz. Sakal bıraktı mı başka kötü gözle bakılıyor. Ya da ne bileyim başka renkte elbise giyemez. Başka renkte elbise giyilmez, yani kötü şeylerle karşılıyorlar. Onun için gençler herkes istediği gibi davranmalı. Herkes nasıl istiyorsa, mesela kendi nasıl rahat buluyorsa öyle, hani yaşam tarzına uygun. Mesela benim yaşam tarzım, ben kısa pantolonla giyiyorum. Kısa pantolonu seviyorsam kimse ona karışmamalı. Benim şeyim budur. Hani gençlerin önü açılmalı. Kimse hani kim nasıl rahatsa, nasıl neyi yapmak istiyorsa öyle yapmalı. Kimse eleştirmemeli. Çox sağ olun. Bugünkü mövzumuz ictimai qınaqdır. Sualsa belədir ki, ictimai qınaq gənclərə, cəmiyyətə necə təsir edir? Biz doğulandan ictimai qınaq deyilən bir termin var, bizim bütün həyatımızda yer tutur. Ona görə elə böyüyürük, nələrsə yəni, valideynlərimizin, qohumlarımızın düşüncə tərzi ilə eyni olur. Amma sonradan özümüzə gələndə fikirləşirik ki, bəs bunu niyə belə edirik, bunu niyə belə edirik? Başqalarının istəyinə yox, öz istəyimizə görə yaşamaq istəyirik. Bu da ailədə biraz problemlər yarandır. Təkcə ailədə yox, hər yerdə. Məsəl üçün bir hərəkət edirsən, bir dənə söz var. Cəmiyyətin anası, bacısı var, məsəl üçün. Bu sözü çox eşitmişik, amma gərək istədiyimiz yaşayaq. İctimai qınaq bir dənə insanları sıxışdırmaqdan başqa heç nə deyil məncə. Yəni siz düşünürsünüz ki, mənfi bir şeydir. Bəs siz özünüz ictimai qınağa məruz qalmısınız? Hər gün atam hər gün danlayır məni, üzvü qırıq. Bunu belə elə, onu belə elə. Amma yəni ki, haqlarımız var da, düzdür, valideynlərə işləmir o haqlar, amma yenə də çalışıram ki, baş salım, budur, vəziyyət belədir. Küçədə də çox olur, yəni baxırlar tərs-tərs, yəni adam hiss edir onu, amma qayıdıb nə deyəsən, yəni vəziyyət budur da. Çox sağ olun, vaxtınızı aldıq. Salam Mənsur müəllim. Bugünkü mövzumuz haqqında sizin də fikrinizi öyrənmək üçün gəlmişik. Sizcə ictimai qınaq cəmiyyətə, gənclərə necə təsir edir? Auditoriyalarında özlərini tam sərbəst hiss etməlidirlər. Ancaq digər tərəfdən onların geyimləri də universitetin tələblərinə cavab verməlidir. Çox yaxşı haldır ki, bu tələb bugün öz yerindədir. Əlbəttə ki, bəzi qınanılası hallar da olur. Bu hallarda görürsünüz ki, bizim tərəfdən, müəllimlər tərəfindən onlara öyüd nəsihətlər verilir və bundan nəticə çıxaranlar da çoxdur. Ancaq öz fikrində qalan insanlar da var. Əlbəttə ki, universitetdə təhsil alan tələbələrə edilən tərbiyəvi nəsihətlər öz yerini tapır həmişə.
Və tələbə bilirsiniz, burada qınamaq söhbəti belədir ki, əgər o tələbəyə başa salınanda ki, bu bizim adət-ənənəmizə, bugünkü formamıza, tədris ocağına yaraşan deyil, tələbə onu qəbul eləyir. Ola bilsin ki, bugün qəbul eləmir. Ancaq müəyyən bir neçə vaxt keçəndən sonra onu qəbul eləyir. Ancaq biz onu bugün məcbur eləyə bilmərik. Bunu tələbə özü qəbul eləməlidir. Bugünkü gənclər onu qəbul eləməlidir. Məsələn, biz universitetdə tələbələrin hamısını gözəl, yaxşı geyimdə, müasir formada görmək istəyirik. Lakin bunu görmək istəməyimizdən başqa, hər bir tələbənin buna imkan dairəsi olmalıdır. Yəni, belə deyək də, maliyyə baxımından geyinmək o imkanı olmalıdır. Və ona görə də heç kəsi qınamaq olmaz. Və hər tələbənin bugün geyimi ki var, geyinir, gəlir, o səliqəli geyinibdir, təmiz geyinibdir. Bunu valla ancaq alqışlamaq olar. Sadəlik özü, təmizlik özü ən yüksək demək duran bir səviyyədir. Mən bugün tələbələrdən çox razıyam. Çünki hansı tələbələrə ki, onların formaları ilə, hərəkətləri ilə, geyimləri ilə əlaqədar nəsə qınamışamsa, bu çox az hallarda olub və onlar bundan tez nəticə çıxardıblar və tez bir dəyişiklik də baş veribdir. Çox sağ olun, Mənsur müəllim. Belə gəlib, bu cür demək, söhbətlər, mülahizələr aparırsınız ki, tam aydınlıq həyata keçir. Təşəkkür edirik. Salam xanım, zəhmət olmasa özünüzü təqdim edin. Salam, mən Əliyeva Gülşən, Azmuni tələbəsi, 1-ci qrup tələbəsi, Tibb fakültəsində oxuyuram. Şad olduq. Sizcə ictimai qınaq gənclərə, cəmiyyətimizə necə təsir edir? Müasir dövrümüzdə ictimai qınaq ən aktual problemlərdən biridir. Belə ki, müasir gənclərin geyindiyi geyim tərzi, danışdığı sözlər, yaşayış tərzi böyüklər tərəfindən qınayırlar. Məhz bu nəticəsidir ki, gənclər özləri sərbəst hərəkət eləyə bilmir və yaxud da fikirlərini aydın söyləyə bilmirlər ki, məsələn, ətrafdakılar buna necə baxa bilərlər. Şəxsən məndə də elə hallar baş verir. Geyindiyim geyimə ətraf tərəfindən o qədər mənfi təsir bağışlayır, danışılır ki, özüm belə narahat oluram. Amma faktdır ki, mən bunu çox xoşlayaraq geyinirəm. Ona görə mən tövsiyə edirəm ki, böyüklərimizə indiki gənc nəslin nümayəndələrinə bu cür yanaşmasınlar. Onların geyindikləri geyimlərə, yaşayış səviyyəsinə, danışıqları sözlərə, hərəkətlərinə, yəni necə deyim, çox qarışmasınlar və onlar da sərbəst hərəkət edə bilərlər məncə, mənə elə gəlir. Ümumiyyətlə, ictimai qınaq deyəndə mənim ağlımda ancaq mənfi fikir var, yəni müsbət bir fikir, belə fikirləşmirəm. Çox sağ olun. Salam, zəhmət olmasa təqdim edərdiniz özünüzü. Nərmin İbrahimova. Memarlıq İnşaat Universitetinin Meliorasiya fakültəsinin öğrencisiyim. Çox şad olduq. Bugünkü mövzumuz ictimai qınaqdır. Cəmiyyətə mənfi və ya müsbət təsiri, gənclərə necə təsir edir? Şəxsən özümə təsir eləmir və mən də istəyərəm ki, heç kəsə təsir eləməsin. Çünki hər insanın öz fikri var, öz düşüncəsi var. Və özün necəsənsə, özünü necə görmək istəyirsənsə, o cür də olmalısan. Ətrafındakı insanların düşüncələri sənin üçün önəmli olmamalıdır. Sən özün üçün yaşamalısan və bu sənin həyatına müsbət bir enerji verəcək. Yəni, siz ümumiyyətlə fikir vermirsiniz ictimai qınağa? Xeyr, mən özüm üçün yaşayam. Özümün həmişə irəlidə görürəm və kim nə deyir desin, hər bir barədə. Yəni, heç fikir vermirəm. Çox sağ olun. Düşünürəm bugün aldığımız ən optimist cavab oldu. Çox sağ olun vaxtınıza. Və beləliklə növbəti Freeline buraxılışının da sonuna gəlib çatdıq. Son olaraq onu demək istəyirəm ki, səbəbsiz olan qınaqlar gənclərimizdə olan potensialı boğmağa səbəb olur. Gəlin mühakimə və tənqid anlayışlarını bir-birindən qatmayaq. Çünki yerində olan tənqid gəncliyimizi irəliyə, səbəbindən asılı olmayaraq edilən mühakimə isə gəncliyimizi geriyə aparar. Bugünlük isə bu qədər. Sizlə bugün də mən Məryəm idim. Gələn görüşlərə dək. Hələlik.